Mövsümün gedişində, yəni Şəfada siz dediyiniz kimi heç bir problem görünmürdü, komanda yaxşı irəliləyirdi, yaxşı nəticələr qazanırdı. Belə xəbərlər dolaşırdı ki, artıq Elgiz Kərəmli ilə yollar ayrılacaq. Əslində mən bu xəbərləri oxuyanda xeyli təəccüblənirdim və düşünürdüm ki, yəqin ki bu yalan xəbərdir, kimisə uydurduğu xəbərdir. Çünki komandanı bax bu səviyyədə qoruyub saxlayan baş məşqçi niyə göndərilsin, amma bu nəticədə gəldi, həqiqət oldu. Nəticədə sizlə yollar ayrıldı. Siz bu xəbərləri eşidəndə özünüz təəccüblənmişdinizmi, yoxsa həm də gedib rəhbərliklə danışmışdınızmı bu barədə ki, yəni belə xəbərlər çıxır, nə dərəcədə həqiqətə uyğundur bunlar? Belə xəbərlərin çıxması normal haldır, çünki futbolun içindəyik, yəni bu cür hadisələr. Amma yaxşı irəliləyən komandada belə xəbərin çıxmağı doğrudur. Azərbaycanın ən güclü baş məşqçisinə də qarşı bu cür xəbərlər vaxtilə olubdur da, yəni mənim yadımdadır ki, yəni bu cür xəbərlər olubdur, olacaq da, bizdə də, Avropada da, həmişə Avropada eşitməmişəm. Qurban haqqında, yəni hətta onun bəzən getməsi istəyənlər olur da, yəni bəzi uğursuzluqlar olur belə futbolda. Uğursuzluqlar olanda, mən Şəfadan danışıram, orada uğursuzluq yox idi. Amma ona qədər o qədər uğuru olan şəxsə qarşı bir uğursuzluq da mən konkret olaraq uğuru davam edən klub haqqında danışıram ki, yəni baş məşqçisi necə göndərilə bilər? Yəni danışmışdınızmı bu barədə rəhbərliklə? Bu xəbərlər çıxanda istər-istəməz hər bir insana təsir eləyir. Düzdür, çox da təsir eləmədi, çünki dediyim kimi klub rəhbəri ilə, prezidenti ilə aramız, münasibətimiz yaxşı idi, bir-birimizə qarşı inamımız var idi və hər dəfə də mənə bu cür xəbərlər çıxanda dəstək olurdu ki, yəni boş-boş xəbərlərdir. Yazırlar ki, komandanın uğurlu bir gedişatına mane olsunlar. Kənan bəy deyirsiniz. Kənan tərəfindən. Klubun prezidenti. Bəli, Kənan mənim. Yəni, belə özümdə də yəni, bunu hiss etməmişəm ki, məni göndərəcəklər. Siz əmin edirdilər ki, göndərməyəcək boş xəbərlər? Yəni, əmin edim ki, əminlik deməzdim. Bu futbol məşqçilik işə elə bir şeydir ki, sezonun sonu hər zaman çamadanın yanındadır, belə bir deyim var. Davam edə də bilərdik, etməyə də bilərdik. Davam etməməyi məqbul saydılar.